Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda, yoxsa masada bitəcək? Bu dəfə Suriyanın Druz icmasının taleyi müəyyən olunur. Kütlələr, qruplar, insan cəmiyyətləri arasında düşən ayrılıqların bir qismi torpaq üstündədirsə, digər hissəsi etnik fərqliliklərdən qaynaqlanır. Qədim tarixi olan bu anlayış kimliklərin savaşı da hesab oluna bilər. Ortaq mənşə, dil, mədəniyyət, adət-ənənə və tarixə sahib olmayan, lakin eyni məkanda yaşamağa məcbur olanlar üçün bu savaş bəzən qaçılmaz olur. Eynisini dünyanın dörd bir yanında müşahidə edə bilərik. Köhnə dünyanın bu köhnə anlayışı Suriya üçün də istisna deyil. Xüsusən də Druz icmasının nümunəsində. Hadisələr son seyrinə Süveyda bölgəsində yaşanan tayfalararası qarşıdurma nəticəsində gəldi. Əvvəlcə Druzlarla Bədəvilər arasında toqquşmalar oldu. İnsan itkiləri yaşandı. Buna gətirib çıxaran isə qarşılıqlı ittihamlar və adam uğurluğu iddiaları idi. İcmalar arasında bir neçə gün davam edən döyüşlərdən sonra Suriya hökumət qüvvələri vilayətin mərkəzinə daxil oldu. Süveydada vəziyyətin nəzarət altına alındığı elan edildi. Suriye savaş döneminde zaten oldukça parçalı bir yapıya dönmüştü. Tarih boyunca muhtelif grupların, yani etnik ve mezhebi grupların kendi aralarındaki rekabetler hem de savaş sürecinde bilhassa Esad rejiminin azınlık grupları içerisinden milis güçler inşa etmesi, oralara istihbarat ve askeriye üzerinden nüfuz etmesi sebebiyle eski rejimin bilhassa Dürziler ve işte Arap Alevisi Nusayri olarak adlandırdığımız azınlık kitle içerisinde ciddi bir etkisi var. Her ne kadar Suriye'nin yeni hükümeti rejimi yıkmakta başarılı olsa da ve devamında diplomatik hamlelerle uluslararası alanda tanınırlık kazanarak bir şeyler inşa etmeye çalışsa da son tahlilde 14 sene süren bir savaşın üzerine hızlıca ülke içerisinde emniyet ve istikrarı inşa edebilmek zor. Suriyanın azad edilməsinin başlanğıcı və Əsəddən qurtularkən onlara zəmanət verildi. Hərbi əməliyyatlar heç bir azlığa birbaşa yönəlmədi. Hədəf Əsədin milisləri və qoşunları idi. Onlar dəstək alıb Dəməşqə çata bildilər və xalq bunu yaxşı qarşıladı. Ölkəni idarə etmək və sabitləşdirmək mərhələsində isə səhvlər müşahidə olundu. Hökumət bilməlidir ki, müəyyən Əsəd tərəfdarları olacaq və onların qeyri-sabitlik yaratmaq marağı var. Regiondakı digər oyunçuların niyyəti də tam aydın deyil. Məsələn, bu, İsrailin gündəmində ola bilər. Bəlkə daha yaxşı planlar, mənimsəmə strategiyaları, reaksiya mexanizmləri və güclü sabitləşdirmə qüvvələri lazım idi. Maraqlısı odur ki, məsələ iki etnik qrup arasında mübarizədən də ibarət deyildi. Druzlar həm də hökumət qüvvələri ilə mübarizə aparırdılar. Çünki Suriya inqilabından sonra hakimiyyətə gələn keçid hökuməti ilə Druz icmasının ulduzu barışmadı. Bu etnik azlıq yeni hakimiyyəti tanımaqdan imtina etdi. Hökumət qüvvələri ilə mübarizənin səbəbi budur ki, həmən Bədəvi ərəblərlə qarşıdurmalardan sonra hökumət qüvvələri həmən Bədəvi ərəblərin tərəfində münaqişəyə cəlb olunmuşdular əslində. Bir tərəfdən onlara, belə deyək, kömək kimi, onların tərəfində çıxış edən qüvvə rolunda çıxış etdiyindən, qüvvə qismində çıxış etdiyindən ona görə təbii ki, Druzların da mübarizəsi onlara yönəlmişdi. Onlar həmişə özlərini Suriyalı kimi qəbul ediblər. Suriya ilə vətən, ölkə, millət olaraq güclü bağları olub. Son hücumların onları hədəf alması nəticəsində varlıqlarına qarşı mövcudiyyət təhlükəsi ilə üz-üzə qalmaları isə Druz icmasında ayrılıq meylinin güclənməsinə yol açdı. Druzlar adətən tam şəkildə yaşadıkları ölkələrin, dövlətlərin, millətlərin bir hissəsi olurlar. Onlar həmişə vətənpərvər olublar. Özlərini tarixən bölgənin ayrılmaz hissəsi kimi görüblər. Məhz buna görə də bizdə bir sual yaranır. Görəsən bu təhlükə onların mövcudluğunu həqiqətən və ya ciddi şəkildə təhdid etdiyi üçünmü? İcmanın böyük hissəsi müstəqilliyə can atmaq və ya ən azından muxtar idarə etməyə sahib olmaq fikrinə düşdü.
Bəs tarix boyunca da Druzlar mərkəzi hökumətlərlə qanlı bıçaqlı mı olublar? Bu tarixə nəzər yetirmək üçün zamanda bir neçə yüzyıl öncəsinə getmək lazımdır. 16-20-ci əsrlər Druzlar Osmanlı hakimiyyəti altındakı Suriya və Livanda yaşayır, qismən muxtariyyat və dini mədəni kimliklərini qoruyurdular. Fransız mandatı. Fransızlar parçala və hökmranlıq et siyasəti yürüdərək azlıqları manipulyasiya etsələr də, Druzları əsasən hökumət tərəfdarı sayırdılar. Müstəqillik dövrü. Druzlar hökumətlə əməkdaşlıq etsələr də, siyasi təsirləri məhdud idi. Hafiz Əsəd dövrü. Ələvilərin üstünlüyü fonunda Druzlar əməkdaşlıq edərək yerli idarə etmədə müəyyən nüfuz qazandılar. Bəşər Əsəd dövrü. Hökumət digər azlıqlarla birlikdə Druzların da sabitlik içində yaşamasını təmin etdi. Vətəndaş müharibəsi, ölkə xaosa sürükləndi, Druzlar əsasən neytral qalaraq özünü müdafiəyə üstünlük verdilər. Hökumətlə mülayim münasibəti qorudular. Druzların şeyxi Venezuelada mühacirətdən qayıdandan sonra Bəşər Əsəd hökuməti ilə münasibətlərini normallaşdırmağa başlamışdı. Hətta deyirdilər ki, o Suriya kəşfiyyatı ilə də müəyyən əlaqələri var. Onun tərəfini saxlayan dəstələrdə Bəşər Əsədin keçmiş zabitləri də var. Yəni Suriya ordusunun keçmiş zabitləri də var. Bütün faktorlar ona təsir göstərirdi ki, həmən hökumət qüvvələri ilə Druzların qarşıdurması daha da gərginləşsin. Bilirsiniz, Druzlar birdən-birə ordunun bir hissəsinə çevrildilər. Onlar Suriyada Bəs partiyası dövründə Həfiz Əsədin və Bəşər Əsədin hakimiyyəti altında olan azlıq müttəfiq qüvvələrinin tərkibində idilər. Və açığını deyim ki, bu müharibələrdə dəhşətli vəhşiliklər baş verirdi. Mən tez-tez Amerikaya səfər edirəm. Orada bütün satıcıların sünni Suriyalı olduğunu gördüm. Onlarla söhbət elədim və mənə dedilər ki, bax, Bəşər Əsədin, şiələrin, xristianların və Druzların bizə etdikləri dəhşətlidir. Bu tam bir soyqırım idi. Yarım milyon insan öldürüldü. Təxminən 5 milyon sünni Suriyadan qaçmalı oldu. İndi isə sünnilər hakimiyyəti ələ alıblar və deyirlər ki, biz intiqam üçün gəlirik. Druzlara, xristianlara, Ələvilərə və Kürdlərə qarşı. Baas rejimi içerisinde elbette çok sayıda sünni de vardı. Hem askeriyede hem istihbaratta ama ekseriyetle çekirdek kadrolarını veya nasıl diyeyim omurgasını, sırtını azınlıklara dayamıştı. Bu Hafız Esad'ın bilhassa 80'lerden sonra çokça odaklandığı bir hamleydi. Baas rejimine entegre olmak kaydıyla Dürziler yine kendi coğrafyalarında, bilhassa Süveyde coğrafyasında ekseriyetle Dürzi kökenli Baasçılarla muhataptı. Şimdi bu şuna yol açtı. Evet, savaş uzunca bir süre sürdü ama Dürzi bölgesinde çok savaş yaşanmadı. Dönem dönem çatışmalar yaşandı. Çünkü devlet pek çok yerde çöktüğü için Suriye devleti Dürzi bölgesi, Süveyde bölgesinde milislerin kol gezdiği bir bölge haline geldi. Rejimin bu kadar nüfuz ettiği, yani Baas istihbaratının, Baas bürokrasisinin, Baas askeriyesinin bu kadar nüfuz ettiği bir bölge haliyle Baas rejimi çöker çökmez Baas'tan yüz çevirecek ya da doğrudan Şam'la entegre olacak bir şey değil. Yani bir, ideolojik olarak Şam'dan farklılar, Şam'daki yeni iktidardan farklılar. İki, din mezhebi olarak farklılar. Bəşər Əsədin devrilməsindən sonra isə keçmişdəki mülayim ab-havanın yerini soyuq küləklər aldı. Druzlar yeni İslamçı hakimiyyətə qarşı məsafəli davrandılar. Dəməşqə qəbul etməyən icma, radikal İslamçıların onlara qarşı güc tətbiq edəcəyini düşünürdülər. Hətta Druz silahlıları bildirirdilər ki, Dəməşq qüvvələri Druzlara hücum edən bədəvilərə dəstək verib. Bəşər Əsəd hakimiyyətdən devrilib Moskvaya getdikdən sonra Druzlar dərhal Süveydə yaxınlığındakı bölgədən İsrailə müraciət edib bildirdilər ki, sadəcə azlıqdadırlar və Əsədə bağlı qruplar onlara təhdid yaradır. Buna görə İsrail müdafiə keçdi. Bu isə kənardan separatizm cəhdi kimi qəbul olunur və bəzilər bunu İsrailin Suriyanı parçalamaq niyyəti kimi şərh eləyir. İsrail çox ehtiyatlı davranır. Müsəlman xilafətinin yaranıb bütün azlıqları məhv etməsini istəmir. Bu separatizm deyil. İsrail Livan, Həmas, Yəmən, İran və sair ilə uzun müharibələrdən yorulub və Suriyada yeni müharibə istəmir. Məqsəd Dəməşqdən cənuba qədər ərazilərin silahlardan təmizlənməsi, fanatik sünni qrupların sərhədlərdə görünməməsidir ki, İordaniya və İsrail üçün təhlükə yaranmasın. Süveydə bölgəsində Druzların mövcudluğu da məhz bu kontekstdə qiymətləndirilir.
Druz icması əsasını şiəlik məzhəbinin İsmaili qolundan götürüb. İslama bağlı olsalar da namaz, oruc və həc kimi ibadətləri yerinə yetirmirlər. Onlar zamanla müxtəlif din və inanclardan təsirlənərək dəyişikliyə məruz qalıblar. Beləcə, İslam məzhəblərindən də ciddi şəkildə ayrılıblar. Druzlar hazırda özlərini müsəlman hesab etmirlər. Elə bu fərqlilik də onları yaşadıkları bölgələrdə azlıqlara çevirir. Bəs hazırki gərginlik həqiqətən də bu fərqlikdənmi qaynaqlanır? Əlbəttə, bu da böyük rol oynayır. Çünki onların inancı o İslamçı qüvvələrin inancından kəskin surətdə fərqlənir. Çünki hətta IŞİD-in Suriyaya hücumları zamanı onlar Druzları kafir belə elan etmişdilər. Ona görə də yəni hətta o vaxtdan Druzlar özlərini müdafiə üçün belə yerli milis qüvvələri yaratmağa və silahlanmağa başlamışdılar. Etnik qruplar arasında başlayan bu qarşıdurma yerini siyasi toqquşmaya verdi. Məsələyə təkcə Suriya hökuməti deyil, həm də ölkəyə düşmən mövqeyində dayanan İsrail daxil oldu. İsrail bu müdaxiləsinə müəyyən əsaslarla haqq qazandırır. Nəzərə alsaq ki, Druzların bir qismi Colan təpələrində məskunlaşıb və İsrail cəmiyyətinə inteqrasiya ediblər, Təl-Əvivin də özündə söz haqqı görməsi gözləniləndir. Suriye Arap milliyetçiliğinin kalbi olan bir ülke tarihi olarak. Hani sadece son 10 yıla ve sadece Baas hareketine bile bağlı değil. Daha öncesinde de Arap milliyetçi münevverlerin, aydınların ilk çıktığı yer ve hatta daha da eski gidersek Emevilerin nam saldığı coğrafya. Böyle bir yerde İsrail ile birlikte hareket etmek, İsrail'den doğrudan destek almak sizin nasıl diyelim, sizin için yapılabilecek en büyük hatalardan geçilmemesi gereken en büyük kırmızı çizgilerden biri. Druzlar Yəhudi xalqının qardaşları hesab olunurlar. Əgər Bibliyanı bilirsinizsə, bilirsiniz ki, Yetro Midiyanın baş kahini idi. Bildiyiniz kimi, Musa Yetro'nun qızı ilə evlənmişdi. Ona görə də bizim Yetro və onun nəslinin davamçıları ilə təxminən 4000 illik ortaq tariximiz var. Biz Suriyadakı Druzları sadəcə bir bufer zona kimi görmürük. Onları doğrudan da qardaşlarımız hesab edirik. Yaxın Şərqdə əsasən 4 böyük Druz icması mövcuddur. İsraildə, Livanda, Suriyada və müəyyən sayda İordaniyada. Druzların qaydası belədir. Onlar yaşadıkları ölkəyə sədaqətli olurlar. Məsələn, İsrailli Druzlar bizim ən yaxşı əskərlərimizdir. Çox sədaqətli, çox yaxşı döyüşçülərdir. Əsəd rejiminin sonlanması həm də Druz-İsrail əlaqələrinin dərinləşməsinə yol açdı. Təl-Əviv bu icmanı İsrail ilə Suriya arasında bufer zona olaraq qəbul edir. Onlardan hərbi, siyasi və maliyyə dəstəyini əsirgəmir. Bu da Suriya-İsrail barışının əldə olunması qarşısında getdikcə böyüyən bir maneəyə çevrilir. Əvvəla, Druzlara qarşı soyqırımı təhlükəsi var. Burada söhbət bir neçə yüz min insandan gedir. Druzlar kiçik bir icmadır və əsas yaşayış yerləri Colan təpələri və Suriyanın cənubudur. Ona görə İsrailin Druzları müdafiə eləmək üzrə mənəvi öhdəliyi var. Xüsusilə İsraildəki və Colan təpələrindəki Druzlara təzyiq güclüdür. Buna görə onları qorumaq vacibdir. İkinci səbəb isə İordaniya ilə sərhəd, hansı ki strateji baxımdan önəmlidir. Kral 2. Abdullah Colan təpələrindən Suveydəyə qədər İsrailin varlığından məmnundur. Bu mövcudluq IŞİD hücumlarından qorunmağa kömək eləyir. Beləliklə, bu həm strateji əhəmiyyət daşıyır, həm də Yəhudi xalqı üçün Druzlara dəstək olmaq mənəvi və etik baxımdan düzgün hesab edilir. Coğrafi baxımdan Druzlar Suriyanın bufer zonası ola bilməz. Xəritəyə baxanda İsrail sərhədinə yaxın ərazilər Qunaytra və Dəra qubernatorluqları var. Süveyda isə bufer zona rolunda çıxış eləyə bilməz. İsraildəki Druzlar, tarixi olaraq Fələstində yaşayanlar dövlətin bir hissəsi olmağı qəbul etdilər. Amma Suriyadakı və Colandakı Druzlar İsrail vətəndaşlığını qəbul etmədilər. Tələbələri belə Dəməşqə oxumağa gedirlər. Son hücum isə mövcudiyyət təhlükəsi bəhanəsi ilə İsrail tərəfindən istifadə edildi. Mən İsrailin onları həqiqətən qorumaq niyyətində olduğunu düşünmürəm. Sadəcə azlıqların qoruyucusu obrazını canlandırırlar. Qəzzada törətdikləri qətliamlar isə açıqdır. Bu səbəbdən İsrail bunu siyasi kart kimi istifadə eləyərək gələcək Suriya hökuməti ilə danışıqlarda mövqeyini gücləndirmək istəyir.
Elə bu maneənin bilərəkdən məqsədli şəkildə yaradılması da bir ehtimaldır. İsrail ilə Suriya arasında xüsusən Colan təpələri üzrə ciddi anlaşılmazlıqlar var. İddia isə ondan ibarətdir ki, İsrail bu səbəbdən rus kartını oynayacaqdı. Yəni, oradakı əhalini manipulyasiya edərək gedişatı öz lehinə çevirə bilərdi. Reallıqda isə Suriya hərəkətə keçib, Druzların bölgəsini öz nəzarətinə aldı. Bəlkə də elə Dəməşq olacaqları əvvəlcədən təxmin etmişdi. Şöyle belli noktaları hatırlarsınız ilk başta girmeye çalıştı Suriye ordusu fakat daha sonra ciddi hava saldırılarıyla İsrail'in geri çekilmek durumunda kaldı. Sonra Bedevi aşiret unsurları geldi. Burada İsrail daha sonra saldıramamaya başladı. Çünkü dikkat ederseniz şöyle bir durum var. Suriye ordusuna doğrudan saldırırken Bedevilere saldırmadı. Çünkü son tahlilde şuna yol açacaktı yaptığınız saldırı. Suriye ordusunu vurmak, işte siz Suriye'nin yeni hükümetini düşman olarak belirliyorsunuz, öyle lanse ediyorsunuz, bir hükümet, bir yapıya, bir tüzel yapıya saldırıyorsunuz. Bir meşrulaştırma söylemi kullanabilirsiniz ama diğer türlü savaşınız İsrail, Bedevi Araplara karşı savaş olacaktı ve müdahale edemediler. Ve bundan sonraki süreçte araya Körfez ülkelerinin, Türkiye'nin ve Ürdün'de girmesiyle hatırlarsınız. Bedevilerin de bölgeye gelmesinden bir 4-5 gün sonra bir ateşkes sağlandı. Ama o ateşkes sağlanana kadar Bedeviler Süveyde şehrinin yarısına kadar girmişlerdi. Bunda şunu söyleyebiliriz. Suriye hükümeti hakim oldu mu? Olamadı Süveyde'ye. Süveyde'de aslında baktığınızda hala da İsrail destekli unsurların etkin olduğunu söyleyebiliriz. Ama öte yandan bu unsurlar da tam istediklerini alamadılar. Mən bunu İsrailin ekspansiyonizmi kimi görmürəm. Daha əvvəl dediyim kimi, İsrail son 2 ildə kifayət qədər müharibə yaşadı. Biz demək olar ki, 1000 əsgərimizi itirdik. Bura 1200 nəfəri də əlavə eləyə bilərik. Hansı ki, ora sadəcə rəqs etməyə getmişdilər. Ona görə də biz Suriya ilə müharibə ehtimalını istəmirik. İsrail hazırda əlindən gələni eləyir ki, heç bir savaş baş verməsin. Biz sadəcə druzlara qarşı qətliam edilmədiyinə, onların qorunacağına əmin olmaq istəyirik və görməliyik ki, Əl-Şara ölkədə barışıq yaratmaq üçün əlindən gələni eləyir. Amma qisas almaq istəyən çox insan var və qisas almaq da yaxın şərqə xas bir xüsusiyyətdir. Druzlar isə silah əllərində özlərini müdafiəyə davam etdilər. Silahlı qruplaşmalar Milli Qvardiya adı altında da birləşdilər. Suriya onları hətta separatçı fəaliyyətdə ittiham etdi. Dövlətin, belə deyək, suverenliyinə xələl gətirən hərəkətlər kimi tövsif olunsa, əlbəttə, onların hətta belə deyək ki, yəni indi Milli Qvardiya yaratmaq fikirləri də var, müəyyən qədər onu formalaşdırıblar da və həmən o Druzların lideri də müəyyən mənada muxtariyyətə canlıdır. Süveyde üzerinde bir ayrışık hareket yapsanız Dera bölgesini almanız lazım ki İsrail'le birleşeceksiniz. Dera nüfusun neredeyse %100'ü Sünni Araplardan oluşan ve hani mevcut hükümette de çok entegre bir şehir. Yani Süveyde'nin yekpare olarak bağımsız olmasının realitede bir geçerli tarafı yok. Obyektiv dəyərləndirdikdə Suriya hazırda olduqca yorğun bir dövrdədir. Təxminən 13 il davam edən vətəndaş müharibəsi arxasında ciddi dağıntılar qoyub. Bu fəsadları nəzərə alsaq, etnik dini azlıqları bir araya gətirmək siyasi-sosial baxımdan həyati əhəmiyyət daşıyır. Çünki Suriya yenidən qurulur. Onu qurmaq üçün də birlik yolunda addımlayan xalqa ehtiyac var. Yani yeni Suriye hükümetinin önünde 2 tane zor durum var. Tabii bir yandan asli odaklanan şey 14 senedir yıkılmış altyapı ve toplum. Yani toplum da yıpranmış, travmatize olmuş. Bu toplumu yeniden ayağa kaldırmak ve devleti ayağa kaldırmak için içeriye odaklanması lazım. Ama işte içeriye odaklanırken dönem işte İsrail başta olmak üzere belli dış müdahaleler var. Ama şu ana kadar aldığımız sinyaller şunu gösteriyor. Bunu Ahmet Eşar'a da söyledi. Yani bizim İsrail'le olan Golan meselemiz çok kadim bir mesele, hemen çözebilecek bir mesele değil. Bizim şu anki derdimiz İsrail 7 Aralık'tan önce yani Şam'ın düşüşü, devrimin olmasından önceki konumuna gelsin. Biz İsrail'in güvenlik endişelerini gidereceğiz. Prioritet nədir? Suriya əvvəlcə regionu sabitləşdirib razılaşmalar əldə etməli, sonra daxili sabitliyi təmin etməlidir, yoxsa əksinə? Mən inanıram ki, öncə daxili gücümüzü və Suriyalı kimliyimizi möhkəmləndirməliyik. Hakimiyyət strukturlarını sabitləşdirmək, demokratiya, söz azadlığı və əsas insan haqlarını təmin etmək vacibdir. Belə bir daxili cəbhə ilə regional təhdidlərlə daha yaxşı mübarizə aparmaq və qonşularla pozitiv əməkdaşlıq qurmaq mümkündür. Təəssüf ki, mövcud keçid hökumətinin bir hissəsi xarici legitimliyi daxili sabitlikdən üstün tutur. Mən isə əksini düşünürəm.
daha güclü daxili mövqeyimizlə Türkiyə, İraq, Livan, İordaniya ilə danışıqlarda maraqlarımızı daha yaxşı qoruyarıq. Ona görə prioritet xarici legitimlik deyil, daxili cəbhənin möhkəmləndirilməsidir. Keçid hökumətinin sabitliyi qoruması həm də beynəlxalq reaksiyalar baxımından vacibdir. Hadisələr nəticəsində yüzlərlə insan həyatını itirdi. Elə 100 minlərləsi də evlərini tərk edərək qaçqın vəziyyətinə düşdü. Dünya təbii ki, buna laqeyd yanaşa bilməzdi. Qərb ölkələri rəsmi olaraq druzları ayrıca siyasi subyekt kimi tanımasa da, azlıqların qorunması məsələsi üstündə dayanırlar. Ərəb ölkələri druzların taleyini yaxından izləsə də, Suriya ilə gərginlik yaşanmaması üçün prosesə birbaşa müdaxilə etmirlər. BMT və beynəlxalq təşkilatlar əsasən azlıqların müdafiəsi, mülki əhalinin qorunması kontekstində bəyanatlar verirlər. Hesab eləyirəm ki, hər bir ölkə və region bölgənin sabitləşməsində rol oynamalı, pozitiv şəkildə iştirak etməli, sabitlik, sülh və əməkdaşlığı əsas şüar hesab etməlidir. Belə davranan dövlətlər çoxdur. Məsələn, Türkiyə, Körfəz ölkələri və digərləri. Digər tərəfdən İsrail tam əks rol oynayır və əsas marağı regionda qeyri-sabitlik yaratmaqdır. İsrail'in son 2 senede Hamas'a karşı operasyonu önce Gazze'de bir etnik temizliğe çevirmesi, ardından bölgedeki pek çok aktöre saldırması, işte en son nihayet Doha'da gördük, Doha'da bir saldırı yaşandı. Körfez Arap ülkelerini de tetikledi güvenlik korkularını, çünkü ideolojik veya diyelim güncelik konularda bazen İsrail'le yakın düşünebilirler ve yakın tepki verirler, ama İsrail'in bedel ödemeden ya da diyelim sınır tanımadan yaptığı müdahaleler onları da rahatsız etmekteydi. Bir de bahsettiğim üzere sadece ABD ve Türkiye değil, Körfez Arap ülkelerinden ciddi bir sermaye yatırıma başladı Suriye ve sermayenizi yatırdığınız yerdeki istikrarsızlık doğrudan sizin cebinizin yanması, cebinize zarar vermek anlamına geliyor ve bu sebeple de İsrail bölgede müdahale olmasının ardından çok hızlı şekilde Şam hükümetinin yanında yer aldı Arap ülkeleri, özellikle de Körfez Arap ülkeleri. Beynəlxalq və regional səylərin nəticəsi özünü tədricən göstərdi. 2025-ci il sentyabrın 6-sında Suriya və ABŞ arasında Süveyda bölgəsində sabitliyin təmin edilməsi istiqamətində əməkdaşlıq başladıldı. Bu plan çərçivəsində zorakılığa səbəb olanların mühakimə edilməsi, əsas yolların təhlükəsizliyinin təmini, ictimai xidmətlərin bərpası, humanitar yardımların çatdırılması və itkin düşmüş şəxslərin taleyinin araşdırılması kimi tədbirlər nəzərdə tutuldu. İlk etapta bir parlamento seçimi olacak ama henüz bir siyasi hayatın çok aktif olduğu söylenemez Suriye üzerinde, ama sonraki seçimlerde yani siyasi partilerin kurulması, derneklerin kurulması, STK kurulması itibariyle bir siyaset yoluyla, parlamento yoluyla önce meclise ve devamında yönetime dahil olmaları sağlanacaktır. Bu bölgelerin ilgilenen bürokratlar, devlet adamlarının hepsinin olmasa da önemli bir kısmının, diyelim ki siz Dürzi bölgesinde yaşıyorsunuz, burayla ilgilenen bürokratların Dürziler içerisinden seçilmesi, belediye başkanlarının Dürziler içerisinden seçilmesi, vali yardımcılarının belki Dürzilerden atanması ya da Nusaylardan atanması şeklinde azınlık unsurların da kendilerinden birilerini yönetimde de bulacağı, aynı vakitte devlet de kendi aralarında bir köprü, bir muhatap bulacakları bir düzenleme olacağı düşünüyorum, ama ötesini Suriye düşünmeyecekti, yani otonomi, özellik vesaire gibi şeyleri gerçekçi bulmuyorum. Məsələn, belə bir maraqlı bir fakt gətirmək olar ki, məsələn, Kürdlərin lideri belə bir təklif irəli sürmüşdü ki, Suriya Ərəb Respublikasının adındakı ərəb sözü yığışdırılsın. Yəni, ərəblərin o titul, millət, etnos olması məsələsi aradan qalxsın və sadəcə Suriya Respublikası adlandırılsın. Biz Suriyanın, İordaniyanın və Birləşmiş Ştatların Suriya üzrə elçisi Tom Barak arasında yayımlanan razılaşma layihəsini gördük. Orada Süveydanın qorunacağı və humanitar dəhliz yaradılacağı göstərilir. Bu əsas məqamlara baxanda hər bir Suriyalının ağlına belə bir sual gəlir. Niyə bu, hər şey başlamazdan əvvəl birbaşa Süveyda druzları ilə müzakirə edilməyib? Keçid hökuməti belə bir razılaşmaya hazır idisə, niyə bu ilk gündən druzların masasında olmadı? Druzların yerinə
özümüzü qoysaq dərk eləyərik ki, hökumət yalnız təzyiq altında ciddi görünür. Təzyiq yoxdursa, iradə şübhə altındadır. Əgər məqsəd sabitlikdirsə, niyə bu ilk gündən başlamadı və niyə Kürdlərlə, Ələvilər və digər azlıqlarla eyni yanaşma olmadı? Keçid hökuməti ilk gündən belə bir strategiyanı ortaya qoymalı idi ki, bu mənim yanaşmamdır. Sizin iştirakınızı belə görürəm. Hər kəs dəvətlidir. Təəssüf ki, Duruzlara indiki kimi hücum etmək böyük bir səhv idi. Ruslar üçün cızılan yeni yol xəritəsinin hansı nəticələri doğuracağı hələ açıq sualdır. Etnik nifrətin, köklü stereotiplərin, sosial-iqtisadi bərabərsizliklərin və siyasi manipulyasiyaların dağıdıcı təsirini aradan qaldırmağın yolu isə dialoq və inklüziv siyasətdən keçir. Ölkə daxili konfliktlərin həlli regional toqquşmaların da açarı ola bilər. Suriya avtoritar və repressiv keçmişin bulanıq xatirələrini geridə qoyub yeni başlanğıc etməkdə qərarlıdır. Sülh anlayışı isə hələlik nisbi xarakter daşıyır. Adına nə deyirlər desinlər, əyani nəticəsi sabitlik olmalıdır.